Oyun haqqında fikirləri. Bugünkü oyun çox önəmli oyun idi. Komanda şəklində oyunu apardıq və bir də mübarizə aparıb qalib gəldik. Həm 3 xalla irəli keçdik. Yəni dünənkini nəzərə alanda 7 xalla qabaqdayıq. Mövsüm ərzində Sabahı məğlub etmişsiniz də. Yəni bunun səbəbi nədə görürsünüz? Yəni əsasən də turnir zədməndə yüksəkdə olan komandalara qarşı yəni yaxşı çıxış edirlər. Yəni daha inamlı oynayırlar. It's football because play. Yəni rəqib komandalarla oynayanda komandanın sizə daha çox təzyiq ola bilər. Amma biraz daha yuxarı komanda daha rahat oynayır. Buna görə də həm də bu futbolda hər şey ola bilər. Amma səbəbi də odur ki, biraz daha rahat olsun. Bu oyun hissədə rəqibin təzyiqi daha da artmışdı. Bu anlarda özündə psixoloji bir, necə deyim, yük hiss etdimi? No, it's normal. Sabah is the Yəni əlbəttə ki, Sabah Premier Liqada tezlik qollardan nə var bir çətin oldu. O təzyiqə dözmə çətin oldu. Amma ki, yəni komanda şəklində oynadıq və qələbə gəldik. Bu oyunda əsas komandanın qəhrəmanı demək, oyunun qəhrəmanı o idi. O necə deyək, qurtarışlar sayəsində qələbə qazandı demək olar komanda. Bu çıxış ona qane etdimi? nothing good, but I feel better because the victory, not my easy. I think it's the second one. First is always the team, and I do my job. I work in talk with. Buradan daha soruşabilirsin. O hem nesiniz yaşında hem de o size bir müdafiəçi olarak daha yaxşı izah verirler. Bir də atmış soruşmaq. Sabahla oyunda qalib gəldi. Tam fərqi Sabah ilə tam fərqi 7 yaptı. Rahatlıq sorunlu. Of course. Təbii ki, xal fərqinin çox olmaları yaxşı haldır. Amma ki, biz buna rahat düşünürük. Növbəti 7 oyunumuz var və çalışacağız ki, maksimum xallarının boyunları qalmayalım.